çörək ağacının meyvəsini almağa gedirik. Çox nadir tapılan bir meyvə olduğu üçün qonşu şəhərdəki bir dükanda tapmışam. Tez-tez zəifurub rezerv eləmişəm. Və çörək ağacı meyvələrimiz gəldi. Bax, çörək ağacı meyvəsi belə olurmuş. Bunu qızardıb yeyəcəyik biz. Bir dənə kəsəndə ehtiyatlı olmaq lazımdır, çünki çətin kəsilirmiş. Ona diqqət edəcəyik və kəsdikdən sonra da içində cəciyi var imiş. Cəciyini yemirmişik. Aha, все. Aha. Bu formadadır. Cəciyini yemirik. Belə kəsirik. Gözdə biraz balaca kəsək. Kəsdikdən sonra da qabığını soyuruq və soyduqdan sonra da qızardırıq. Qaydası yəni buymuş. Çiğ yemək olmaz ha, prosto mən dadına baxdım surətli. İndi nəticəni göstərmək istəyirəm sizə. Nəticə belədir. Bunu mən qızartdım. Qızartdıqdan sonra belə oldu. Dadı da bilirsiniz nəyə oxşuyur? Şirin kartofa oxşuyur. İnternetdə araşdırdım. Dedilər ki, bunu sən çörəklə də yeyə bilərsən. Amma məsləhətdir ki, çörək yemə. Bunun zaten adı çörək ağacıdır. Çörək ağacının meyvəsidir. Və içərisində həddindən artıq qida maddələri çoxdur dedi. Elə oxudum. Ona görə də bunu yemək bəs edirmiş. Və bir də öyrəndim ki, bu çörək ağacının ağacı çox böyük olurmuş. Hardasa 25 metr falan olurmuş. Və bu mənim əlimdə olan çörək ağacının meyvələri balacalarıymış. Normalda daha böyük olurmuş. 3 kilo, 4 kilo falan olurmuş. Və son olaraq da nə öyrəndim? Xüsusi bir qayğıya falan ehtiyacı yox imiş o ağacın. Təbiətdə bitir, meyvələrini də götürüb biz yeyirik.